Hər vaxtınız xeyir. Bu məsələdə sizin şərhlərinizi gözləyirəm. Əslində səbirsizliklə bilirsiniz, bütün şərhləri oxuyuram və münasibət bildirməsəm də like qoyuram ki, görəsiniz ki, oxudum. Rusiya ilə münasibətlərə qayıtmaq istəyirəm mən bu məsələdə. Niyə görə? Çünki gündəm bizi məcbur edir. Mən buna bilirsiniz bir multfilm kimi baxıram. Birinci seriyasını göstərdilər, indi biz yəni yedik, necə deyərlər, indi ikinci seriyası başlayıb. Niyə görə? Bir neçə YouTube kanalına baxmışam, xeyli yazılar oxumuşam mən bu məsələ ilə bağlı son bir neçə gündə ki, qarşınıza çıxım öz rəyimi bildirim. Və Stanislavskinin sözləri olmasın inanmıram. İnanmıram da, mən inanmıram buna. Niyə görə? Gəlin bu məsələyə baxaq. Məsələnin astarı, üzü astarı nədir? 3 Rusiyalı dılğır, üzr istəyirəm ifadəmə görə, əslində üzr istəniləcək bir şey yoxdur burada. Çıxıb Azərbaycana dil uzadıb, yəni Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, Azərbaycanın sərhədlərinə, ümumiyyətlə mövcudluğuna, rejimə də təpinib, İlham Əliyevə də söz atıblar və s. və ilə axır. Bu heç, yəni mən dövlətçiyəm, mən dövlətin maraqları, uzun vadəli maraqlarından çıxış eləyirəm. Əli gəldi və əli getdi, yəni onlar heç, Azərbaycan qalacaq. Və nə baş verir burada? Dəfələrlə 2 dəfə anladığım qədər birisi iyulda, birisi avqustda söz uzatdılar. İndi Azərbaycanda cinayət işi bunlara qarşı açıb və çox belə sərt demarşlarla Rusiyaya öz narazılığını göstərib. İlk öncə Mixail Yevdokimov Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və onun burnunu soxublar bu ittifaq sazişinə. Çox sərt şəkildə anladığım qədər mediaya inansaq. Amma niyə? Yəni bunun arxasında olan məntiqə baxaq. Niyə? Niyə görə Rusiyanın dövlət kanallarında ya dövlətin nəzarətində olan kanallarda Azərbaycana qarşı indiki mərhələdə hansısa bir reportaj geçsin, yəni müsahibə göstərilsin. Biz bilirik ki, bunlar hamısı Kremlin icazəsi olmadan olmaz, mümkün deyil. Azərbaycan Rusiya Azərbaycan kimi bir ölkədir. Orada hökumətin nəzarəti olmadan bu cür vəziyyətlər alınmaz. Rusiyanın nəyinə lazımdır indi Azərbaycanla məsələni, vəziyyəti, münasibətləri körlamağa? Lazım deyil. Rusiya indi bir neçə ölkədən doğrudan da asılı vəziyyətdədirsə, biri Azərbaycandır, biri Türkiyədir. Niyə görə? Azərbaycan illərdir Rusiyadan qaz alır, güya öz daxili tələbini təchiz etmək üçün, qarşılamaq üçün və öz qazını, biraz da oradan Rusiyanın da qazını Avropaya Azərbaycan qazı adı ilə satır. Bunu hamımız bilirik. Bunlar da Türkiyədən keçir, Türkiyənin qaz santralindən. Və ümumiyyətlə Türkiyənin əlində çox şey var hal-hazırda, çox kozur var. Niyə görə indiki vəziyyətdə ruslar, Rusiyanın propagandistləri Azərbaycana dil uzatsın? Yəni mən bunu anlaya bilmirəm. Elə şərhlərdə bu fikirlərinizi gözləyirəm mən bu məsələyə bağlı. Doğrudan da maraqlı məsələdir. Bir neçə politoloqa baxdım, oradan, buradan bilirsiniz, bunlar müstəqil insanlar deyil, bunlar yaşadığı ölkənin çərçivələrinə uyğun öz rəylərini bildirə bilirlər. İstisna ola bilsin ki, Ukrayna kanallarıdır, lakin Ukrayna kanalları da bu narrativi itələyir, Qazaxstanda, Ukraynada ki, nihayət bir MDB ölkəsi tapıldı ki, Putinə öz yerini göstərdi, çox belə cılız-cılız başlıqlarla. Birisi diqqətimi çəkdi, yəni bizdəki kimi. Putin Əliyev Putini cürdü. Yəqin ki, mən də bu başlıqlardan istifadə etməliyəm ki, daha geniş kütlə cəlb edim öz kanalıma, lakin bu mənim, necə deyim, məqsədim də deyil. Yəni geniş kütlə gəlir, xoşuna gəlməyən, onları düşündürməyə başlayanda küsürlər, gedirlər, qəzəblənirlər, axmaq şeylər yazılar, yəni. Mənim öz kütləm, izləyici kütləm mənə bəsdir və buna da min şükür. Çünki siz düşünən insansınız. Elə ona görə sizə xitab eləyirəm mən bu məsələdə. Şəxsən mən inanmıram. Kim istər məni inandırsın, inandırın şərhlərdə. Yoxdur. Bunun üçün bir səbəb yoxdur. Rusiyanın Azərbaycanla münasibətlərini indiki vəziyyətdə sual altına alması üçün heç bir səbəb yoxdur. Qaz alınır və satılır, nə şiş yanır, nə kebab, alan da məmnun, satan da məmnun,
Çox gözəl də yola gedirlər. Nə vacibidir bu məsələ? Biz bilirik ki, Rusiyada, Rus kanallarında kim danışırsa icazəli danışır, Kremlin icazəsi. Buna qədər inanıram. Lakin bundan, bu nöqtədən sonra mənim fərqli fikrim var bu məsələyə dair. Bu qurulmuş ssenaridir. Necə ki, Qarabağ müharibəsi yadınızdadır. İndi artıq geriyə baxırıq, çox şeyləri də aydın görürük. Müharibə başladı da, davam elədi də, bitdi də çox gözəl razılaşdırılmış və oynanılmış ssenari ilə. Yəni bunu xatırlatmaq lazım deyil. Sülh məramlılar gəldi, birdən-birə vertolyot vuruldu, şart, part. Vertolyot vurulmadan, iş işdən keçmədən görürsən Rəzanda artıq Rus paraşütçüləri təyyarəyə minirlərmiş, uçurlarmış, Rusiyadan sərt təpkilər gəlirmiş, müharibə dayandı. Rus qoşunları yerləşdirildi, sülh məramlıları oradan çizgini belə çəkdi, buradan çizgini, yəni bir görüntü yaratdılar bir neçə ay. Neynədilər? Erməni əhalisinə, Azərbaycan və ərazisində yaşayan erməniləri ələ aldılar, inandırdılar və birdən-birə onlardan bir fətva gəldi ki, yox, çıxın, gedin, sizi tutacaqlar, öldürəcəklər, Azərbaycanlılar gəlir, biz heç nə elə, biz çıxırıq. Onlar da inatçılıq göstərən, neçə ildir inatçılıq göstərən bir qrup erməni birdən-birə apar topar toplandı, getdi hamısı. Gözəl oyunudur. Məndən soruşsanız, bax, adım kimi əminəm ki, bu çox gözəl razılaşdırılmış, mərhələ-mərhələ, seriya-seriya bir ssenaridir, multfilmdir. Baxdıq, yedik, hamımız inandıq. Yəni, kimsə burada mənim Azərbaycan əskərinin qəhrəmanlığını, necə deyim, görməzdən gəlməyimi israr etməsi. Mən tamamilə başqa şeylərdən danışıram. Mən geosiyasi iqlimdən danışıram burada. İndi də, bax, təyyarədən sonra multfilmin birinci seriyası başladı. Yadınızdadır, təyyarə vuruldu, Ruslar təpində eşəli elədi, yəni özünə xas olan şəkildə. Biz deyilik, biz deyildik, biz ümumiyyətlə bununla heç bir əlaqəsi yox idi. Yəni, bacardıqları qədər inkar etdilər. Sonra burunlarını soxdular məsələyə. Putin nəsə orada, yəni nə ət, nə balıq, Duşanbedə bir 3 söz dedi. Azərbaycanda öz qələbəsini elan etdi. Biz Putinə dedizdirdik istədiyimizi. Oldu, tamam. Birinci seriya bitdi, ikinci seriya. Niyə görə? Nə baş verir hal-hazırda? Rusiyanın Azərbaycandakı cinayət işlərinin qaldırılmasına, qırmızı kart verməsinə, Interpola reaksiyası çox maraqlıdır. Bir diaspora liderini, Bəxtiyar nədirsə adı, Həsənov, yəni nəsənə, yəni fərqi nədir? Rusiyadan deportasiya etdilər Azərbaycana. Diasporalar nə ilə məşğuldur bilirik. Nə sizin, nə mənim, nə bazarlarda döyülən, söylən, malları müsadirə edilən, rüşvət tələb olunan, qanunsuz saxlanılan ya həbs olunan adi vətəndaşların gününə qalmırlar. Nə orada, nə burada, nə başqa bir yerdə, nə Zambiyada, bilirsinizmi yəni? Diasporalar Azərbaycan hökumətinin başqa ölkələrə uzanılan pəncələridir. Bilirsiniz. Yəni bunu siz də bilirsiniz, mən də bilirəm. Yəni burada dahi olmaq lazım deyil bunu öngörmək üçün. Onu qovdular. Mənim dediyim budur. Madəm ki biz ciddi münasibətlərin soymasının ciddi nümunələrini, ciddi təsdiqini görməyəcəyik, buna inanmaq lazım deyil. Niyə görə eləyirlər bu oyunu? Mənim öz fərziyəm var, bununla bölüşəcəm sizinlə. Lakin daha əvvəl bunu demək istəyirəm. Yadınızdadırsa, Putin kimi bir cani ümumiyyətlə elə-belə bir söz deməz. İndiyə kimi mənim qulaqlarımda cingildəyir onun sözləri. Rusiya televiziya kanalına, deyəsən dövlət kanalına, baş kanalına müsahibə vermişdi. Demişdi ki, Rusiyada 3 milyon Azərbaycanlı yaşayır. Bunlar təzyiq alətidir. Bunlar Bakıya böyük təzyiq alətidir. Əgər siz inanmırsınız ya görmürsünüz ki, birdən-birə bir gecənin içində
Rusiya vətəndaşlığı olmayan, lap elə olanı da Rusiya qanunları nə zaman ümumiyyətlə sayıb ki, indi də saysın. Hamısını apar topar deportasiya edə bilərlər. Bu nə deməkdir? Bu Azərbaycan hakimiyyəti üçün faciədir. 3 milyon narazı elektorat qaytarılır ölkəyə. 3 milyon iqtisadi fəaliyyətə, işgüzarlığa, ümumiyyətlə pul qazanmağa alışqın insan qayıdır Azərbaycana, feodalizmə, görür ki, iş görmək mümkün deyil də, biznes qurmaq mümkün deyil. 3 milyon, onların 2 milyon yarımı işsiz qayıdacaq. Bu da indi özünüz düşünün Azərbaycan hakimiyyəti üçün bu faciənin miqyasını. Putin istəsəydi bunu eləməzmi? Eləyər. Kimdə onun qarşısında dayanan? Lakin bunu etmir. Bir nəfəri diasporanın bir başçısını göndərir. Bu da hay haray, sən demə, bu böyük bir skandalmış, böyük bir biabırçılıqmış. Mən bu insan üçün, məsələn, tanımıram, amma təxmin eləyirəm kimdir, nəçidir. Mən bunun üçün göz yaşları tökən deyiləm. Siz də həmçinin, mən əminəm. Rusiyanın cavabı özü-özlüyündə insanı düşündürür. Hə, buna. Deyilmi? Yanılırammı? Niyə görə eləyiblər? Artıq, bilirsiniz, Avropa Birliyinin başçıları bu vəziyyətdən xəbərdardır. İşindən, xəbərdardır hər şeyindən, əvvəldən. Yadıma bir video düşdü, bir uşağın deməsi, xəbərdaram işindən. Xəbərdar olmayan ola bilsin ki, adi insanlarıdır. Adi insanların da gözü yavaş-yavaş açılır ki, öz qaz istehsalı azalan bir ölkə birdən-birə şart-apart durur çıxır, deyir ki, hə, biz Avropanın qaz ehtiyatlarını qarşılayacaq. Hansı bədənlə, digilən, qarşılayacaqsan sən bunları? Hardandır bu qaz? Qaz hasilatı bu səviyyədədirmi ki, Azərbaycan indi Avropanın bütün qaz ehtiyaclarını qarşılasın? Yox, təbii ki, yox. Rusiyadan qaz gəlir, bir qismi istehlakçıya gedir. Qışda mən yaşayanda Bakıda, qışda qaz az gəlirdi, adam çimə bilmirdi. Bilmirəm, indi bəlkə vəziyyət çox gözəldir, xəbərim yoxdur, yazarsınız bunu mənə, bilmək istəyirəm. Amma mənə nəsə deyir ki, yox, o qədər də vəziyyət dəyişməyib. Yəni, olan qalan qazı qatırlar Rus qazına, satırlar Avropaya, Made in Azərbaycan adı ilə. Tamam, inandıq biz bu multfilmə də inandıq. Bu oyunu niyə görə indi keçirirlər? Bu olmayan münaqişəni niyə görə indi təhrik edirlər? Tutalım ki, düzdür. Tutalım ki, Rusiyanın Azərbaycanla indi münasibətləri körlamağa gəlib. Yəni, o yanıb, yatıb, durub, yuxuda nəsə görüb Putin, deyib ki, hə, fas, Azərbaycanı televiziya kanallarında gəlin gözüm çıxdıya salın, görün, nə edirsiniz. Çox yaxşı bilirlər ki, Azərbaycanla münasibətləri körlamaq, Türkiyə ilə münasibətləri bir qədər, demirəm körlayacaqlar, demirəm türklər indi hər şeyini atıb, indi düşəcəklər Rusiya ilə müharibə eləyəcəklər bizim üstümüzdə, yox. Lakin bunun fəsadları olacaq, diplomatik və iqtisadi fəsadları olacaq Rusiya üçün. Madəm ki, bu iki ölkə, Azərbaycan və Türkiyə, bir-biri ilə bir saziş imzalayıb. Mənim zənnimcə, bu oyunun içində bir oyun var. Bu oyun nədir bilmirəm. Mənim özəl mənbələrim yoxdur. Yəni, mən sadəcə sizin də oxuduğunuz, mənim də oxuya biləcəyim məlumatları oxuyuram və özüm üçün dəyərləndirirəm. Yanılıramsa yanılmaq istərəm, amma indiyənə kimi az yanılmışam. Gözləyirəm sizin rəylərinizi, fikirlərinizi. Nədir bu oyunun arxasında? Niyə görə indi bu saat, bu məqamda bir ehtiyac duyulub hər iki ölkə tərəfindən bu multfilmin ikinci seriyasını çəkmək və bizə göstərmək? Bilirsiniz, yadıma bir film düşdü. Adı Məhəbbət günləridir, Sevgi günləridir. 1954-cü ilin filmidir. Yeri gəlmişkən, mən onu retroda görmüşəm vaxtında Ayaz Salayevin təqdim etdiyi. Vaxtınız olsa baxın bu filmə, çox gözəl filmdir. Bu filmin fabulası nədir? İki ailə, çox yoxsul, İtaliyada baş verir. Müharibədən sonra hər kəs yoxsul, heç kimin imkanı yox. Bir gənc qız, Marina Vladiyeri gəlmişkən,
və aktyor Marcello Mastroianni. Bir-birini sevirlər, toy eləmək istəyirlər, amma pulları yoxdur. Nə o ailənin, nə bu ailənin. Bunlar da, ailələr də yığışıb qərara gəlirlər ki, gəlin biz bütün kəndi aldadaq. Elə bir görüntü yaradaq ki, biz dava eləyirik bir-birimizlə. Ciddi dava eləyirik. Onda kənd toplaşar, atışar, yəni toyu onlar eləyər. Kəndin sakinləri. Evləri də üzbəüz küçədə, evlərin altında da tonel. Yəni əvvəl qadınlar çıxır bayıra, balkona, hər iki balkona, başlayır bir-birini söyməyə. Qadınlar söyür, qışqırır, bağırır, çağırır, girir içəri, kişilər çıxır, başlayır bir-birini söyməyə. Bu arada həmin bir ailədən o biri ailəyə tonellə uşaq göndərirlər ki, uşaq da deyir ki, bizimkilər dedi ki, lap yaman söyün, üstünə gedin, biz başa düşürük, küsmürük, lap söyün. Bu lap söyün deyəndə bu evin qadını çıxır, başlayır o biri evin qadınının bütün tarixçəsini eşələməyə. Keçmişini, anasının keçmişini, yəni təsəvvür eləyə bilir. Çox gülməli kinodur əslində. Və bu məqamda da artıq bunlar başlayırlar bir-birinə küsməyə. Artıq ağır artilleriya gedir. Bunlar başlayır doğrudan da dava eləməyə, doğrudan da bir-birini söyməyə və zarafatla başlayan, yəni yalançı bir dava keçir normal bir davaya, inandığımız davaya. Mənim zənnimcə Rusiya ilə Azərbaycan münasibətləri hələ bu yalançı dava səviyyəsindədir və bundan çıxmayacaq, bilirsinizmi? Bundan çıxması üçün şərait yoxdur. Azərbaycanın rejiminin, hakim ailəsinin pulları harda yatırdığına baxsanız, çoxu qərbdədir, amma Rusiyada da var. Heç də narahat olmayın. Rusiyanın nəzarət etdiyi yerlərdə də var. Niyə görə indi bunlar ikisi bir qayıqdadır. Bu qayığı niyə görə tərpətsinlər, bu qayığı niyə görə aşırsınlar? Mənim ağlıma bir əməlli başlı səbəb gəlmir. Ümumiyyətlə, bizim müstəqilliyimiz adlandırdığımız, yəni qulaq asanlar, baxmayanlar, yəni göydə stat işarəsi, dırnaqlar çizdim. Çünki inanmıram mən ümumiyyətlə bu müstəqilliyə. Niyə görə? Baxanda bütün, yəni Rusiya ilə dalaşırıq, savaşırıq, Rusiyanı söyürük, Rusiyanı qınayırıq, amma bütün qanunlarımız sanki Rusiyanın kopyasıdır. Rusiyada nə axmaq, nə cəzalandırıcı, nə təqib edici qanun çıxırsa, onun kopyası sabahları bizim Milli Məclisdən keçir. Milli Məclis, yəni. Söz danışmadı. Artıq mən Milli Məclis seçidəndə qan təzyiqim qalxır mənim. Deputat. Onların adı deputatdır. Özdə deputat yox, deputat. Bunlar deputatdır. Başa düşürsünüz? Nədir bunun əslində? Nədir bunun əsli astarı? Mən bilmirəm. Amma bu narrativləri itələyən kimlərdir? İndi baxıram, Qazaxstandan blogerlər, Qazaxstan mətbuatı, Rusiya mətbuatı, Azərbaycan mətbuatı, Ukrayna mətbuatı. Ukrayna çox maraqlı məsələdir burada. Ukraynanın bu narrativi itələməkdə öz marağı var. Ukraynalılar axmaq deyil. Bu son bir neçə ildə bunu bizə göstərdilər. Çox yaxşı da nümayiş etdirdilər, həm təsdiqlədilər də. Amma Ukrayna bilə-bilə ki, bu oyundur, bilə-bilə ki, belə bir şey yoxdur. Bu narrativi itələyir ki, MDB ölkəsi artıq Rusiyaya təpinir, Rusiya öz gücünü itirir, öz siyasi və hərbi təzyiq potensialını itirmişdir tamamilə Qafqazda. Niyə görə? Çünki Ukrayna belə müvəffəqiyyətli müharibə aparır özü ilə. Ukrayna bütün Rusiyanın hərbi potensialını çəkib öz üzərinə. İndi MDB dövlətləri də bir-bir Rusiyadan qopacaq, bir-bir Rusiyaya təpinəcək, bir-bir Rusiya ilə münasibətləri körləyə biləcək. Ya öz müstəqilliyini qoruyacaq. Çünki Ukraynanın işinə yarayır bu narrativ, anlayırsınızmı məni? Başqa ölkələr görmək istədiklərini görürsə, məsələn Qazaxstan, Ukrayna bilə-bilə ki, vəziyyət belə deyil, öz işinə yarayır deyə bu narrativi itələyir, güya inanır. Hə, sən müstəqilsən, sən güclüsən, sən
buynuz gəlirsən Rusiyaya. Hə, mən də sənə inandım. Lakin cəmaət, iqtisadi münasibətlərimizə baxaq. Bizim əhalinin hara getdiyinə, harda yaşadığına və harda iş axtardığına və haranın vətəndaşlığını qəbul etdiyinə və ümumiyyətlə azalın uçduğu ölkələrə baxaq. Yəni, Rusiyasız Azərbaycan mümkün deyil. İstərdim ki, bu məsələdə yanılım, amma yanılmıram. Yəni, ümumiyyətlə azalın marşrutlarına baxın, hər şey bəllidir. Kutaisidən indi Avropanın istənilən ölkəsinə bir kampaniya yaxalayıb 80-90 avroya uçmaq mümkündürsə, Azərbaycan bütün təyyarələri Rusiyaya gedir. Özdə Rusiyanın ikinci, üçüncü, dördüncü səviyyəli şəhərlərinə. Niyə? Çünki Azərbaycan diasporası, Azərbaycanlılar orada yaşayırlar. Get-gəl oraylandır. Hə, Antalya'ya uçurlar, İzmirə uçurlar, Ankara'ya, İstanbul'a uçurlar, Tiflis'e uçurlar. Bu heç. Amma azalın əsas bazarı Rusiya ilə get-gəldir. Cəmaət, niyə görə münasibətləri pozsunlar indi? Nə o tərəfdən, nə bu tərəfdən bunun üçün obyektiv səbəblər var. Mənim zənnimcə sadəcə bu Marlezon baletin ikinci hissəsi onunla şərtləndirilir ki, bunlar gözə pərdədir. Həmi orada, həmi burada başa düşürlər ki, bu skem, Rusiyadan qaz al, Avropaya Azərbaycan qazı adı ilə sat, bu skem çox bəsit, çox primitivdir. Azərbaycanlılar yeyə bilər, Avropalılar yeməyəcək və lazım olan adamlar bilir bunu. Bunu bilir, anlayır, çox yaxşıdır. Yəni görməzdən gəlirlər, görə. Çünki onların da işinə yarayır. İndiki şəraitdə qaşınmayan yerdən qan çıxarmaq nəyə lazımdır Rusiyaya? Nəyə görə Rusiya bu 3 nəfərin, tutalım ki, öz başınalıq etdilər. Tutalım ki, Kremllə razılaşmadan nəsə çıxdılar qonşu ölkəyə, onu hədəf aldılar və söz atmağa başladılar və dedikləri çox mənfur şey idi. Məni düzgün başa düşün. Mən onların dediklərinin mənfurluğunu inkar etmirəm. Çox axmaq şeylər danışdılar əsasən. Azərbaycan maraqlarına bilavasitə təhlükə törədəcək nitqlə çıxdılar cəmaatın qarşısına. Birincisi, mən inanmıram ki, Kremlin icazəsi yoxdur və ikincisi, mən inanmıram ki, Kreml istəsəydi, 3 nəfər kimdir axı? Kimlərdir bunlar? Heç kim. Heç kim. İstəsəydilər, onların xoruzunu elə qoltuqlarına verərdilər ki, 1 dəqiqənin içində. Ki, Azərbaycandan bu qırmızı kart, Interpol axtarışı, filan beşməkan cinayət işi, demarşlar, siyasi diplomatik demarşlara ehtiyac qalmazdı. Ruslar elə özləri bunların başından bir balta vurardılar. Lakin etmədilər. Yenə də sual yaranır. Niyə? Sizin şərhləriniz varsa, sizin bu barədə fikirləriniz varsa, mən bunları görmək istərdim. Oxumaq istərdim. Çünki mən uzaqdan baxdığıma görə mən baş çıxaramıram. Və baş çıxara bilmədiyim yerdə də bunu açıqca etiraf eləyirəm. Bu vəziyyəti anlamaq üçün Azərbaycan politoloqlarını dəvət eləmək mənim zənnimcə mənasız bir şeydir. Onların yaşadığı reallıq bunlar üçün çox dar çərçivələr çizir. Bu çərçivədən çıxıb hökumətin rəsmi xəttindən çıxıb nəsə danışa bilməyəcəklər, bilsələr də, şübhələri olsa belə. Bunlar istər-istəməz hökumətin narrativini itələyəcəklər. Rusiyadan çağırım, eyni, vəziyyət eynidir. Kənardan baxan mənim qədər bilir. Qalmışıq çaşbaş. Bu vəziyyət niyə görə mənim üçün əhəmiyyətlidir? Çünki istəməsəm də ömür boyu, mən şəxsən ömür boyu arzu etmişəm ki, Azərbaycan Rusiyanın kölgəsindən çıxsın artıq. Və mən buna tamamilə bir başqa münasibət göstərirəm, anlayırsınızmı? Yəni, mənim Rusiyaya qarşı qərəzim var. Var qərəzim. Mən Sovet İttifaqında böyümüş bir adam. Onun həm yaxşı tərəflərini görmüşəm, həm pis tərəflərini.
Sonra yanvar, 20 yanvar baş verib. Sonra Xocalı baş verib. Yəni mənim rusları sevməyə heç bir əsasım yoxdur. Yumuşaq desək bunu. Yoxdur. Lakin mən obyektiv olmağa çalışıram. Mən bu vəziyyətdə bilmədiklərim, dəyişkənlər var burada. Faktorlar var burada. Bunlar nədir? Bunlar nədən ibarətdir? Öz auditoriyama xitab edirəm. Öz auditoriyama müraciət eləyirəm. Şərhlərinizi oxuyacağam. Yazsanız sevinərəm. Təşəkkür.